Rusiya Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini Oleg Matveyeçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları onun Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında iddiaları böyük təəssüf doğurur və tamamilə qəbul edilməzdir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodina ünvanladığı məktubunda bildirilir. Məktubda vurğulanır ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi Oleg Matveyeçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, belə bir rəyin Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunması xüsusilə təəssüf doğurur. Məktubda Dövlət Dumasında hakim Vahid Rusiya Partiyasını təmsil edən deputat kimi Oleg Matveyeçev Rusiyanın Azərbaycanla münasibətləri, müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməli olduğu xüsusi vurğulanıb. Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib.